jurnalist Orxanın yayımına qoşulan yayımçı Fərqanə ona bildirilən iradlar haqqında, köhnə yayımları haqqında, etdikləri və etmədikləri haqqında açıqlama bildirir. Video nə dərəcədə sizə maraqlı olarsa, Fərqanəni tanıyırsınız, ümumiyyətcə tanımırsınız. Mən şəxsən yayımçını görməmişəm, özünün dediyi yayımçıdır deyə mən də bunu belə təqdim etmək istəyirəm. Video keçid edirəm, fikirlərinizi bildirin. Video başlamamışdan öncə videonu like edin, çox rica edirəm. Oyununu qəbul eləmədim də, qəbul elədim, dedim bəlkə nəsə olub, nəsə ehtiyacı var da, ola bilər də. Başladı belə ağzına elə danışmağa. Mən tanımıram, bilmirəm, tanım ilk dəfə idi görürdüm. Oynadım, mən dedim oynamıram da, dedim üzürlü say, mən oynamıram. Çünki insana baxanda bilinir ki, bu insan mədəniyyətsizdir. Mən oyuna nə danışacağım? Mən oyunda bir 5 dollar, 3 dollar, 2 dollar, 10 dollar qazanım deyəni mən məcburam 5 dəqiqəm ona ayırım. Məcbur deyiləm. Ona görə mən oyundan, oradan sağollaşdım, çıxdım, mən çıxan kimi başlayıb dalımdan söyüşlər söyməyə. Kaydı da var məndə. Mən lazım olsaydı ona pislik eləyə bilərdim ki, yəni bu insan məni niyə söyür? Özü elə bir söyüşlərdi ki. Ağzı gətiriləsidir. Ya deyiləsi deyil, yox. Həqiqətən deyiləsidir. Mən niyə söyürsən, ayıq ola, mən səni tanımıram, eləmirəm. Sən kim, mən kim? İnsan durduq yerə kimisə niyə söyməlidir? Bax, misal çəkirəm. Mən yenə deyirəm, illərdir mən burada varam bu platformada. İllərdir burada əlimdən gəldiyi qədər insanlara yaxşı olmağa çalışmışam. Əlimdən gəldiyi qədər. İndi qazancımı bölmüşəm. Mən demirəm, mən milyonçuyam. Nə bilim, nədən milyonçu olub, nə bilim. Öz qazancımı bölüşmüşəm. Rahatam. Bugünkü gündə deyirəm, Allah mənim qəlbimə görə versin. O ürəyimdən gəlib, elə kimsə məcbur eləməyib. Düzdür? Bugünkü gündə mən yayın açmağa mənim haqqımdır, açıram. Bunu heç kəs mənə qadağa qoya bilməz. Niyə? Mən qanun pozmuram. Artıq əski danışıq eləmirəm. Özün haqqında müstəqil istallaşdırmışsan da, ona görə. Bəli, mən yəni ki, necə deyim, qayda pozulası, nə bilim, necə deyim, cəmiyyətə mən, necə deyim, pis örmək olası bir addımım yoxdur ki, mən yayın açmıyorum. Mən bugün yayın açıram, bəzən eləsi məsəl üçün gelir yazır ki, sən əlindən bezdik də, ailə də qurdun, burada nəyə çəkmirsən. Ay, bala deyirəm, sənin eyvə lazımdır, səndən çörək istəmirəm, su istəmirəm, demirəm mənə nəsə ver, burada kimdənsə nəsə istəmirəm. Söhbət açıram, adi söhbətdir, danışırıq. İndi siz məsəl üçün mənə kəşfətdən tapdınız məni, oyun atdınız da, düzdür? Sizi belə bir dəfə sizin misafirində olduğuma görə, salam sağ ol yarandığına görə, mən sizi hörmətsizlik olmasın deyənə qəbul elədim. Amma belə normalda yəni oyun oynamıram. Baxın, indi bir nəfər girib mənə yazır ki, nə, ailə qurmursan, ərin hanı sənin? Mən burada yəni ərimlə oturmalıyammış ki, bunlar mənim ərimi görsünlər. Yəni lazım olsa ərimlə açaram da, düzdür? TikToker deyil, yayıncı deyil, onun bir səhifəsi yoxdur, özünü paylaşmır, bir şey eləmir. Lazım olsa özünü paylaşar, özü də böyrümdə oturar da. Yox, yoldaşına icazə verirsə... Yox da, əlbəttə ki, yəni mənim yoldaşım icazə verəndən sonra, mənim yoldaşım mənim yanımda da elə söhbət edirik burada uşaqlarla, o da burada o kənarda oturur, məsəl üçün yazırlar orada, yeznə söhbətləşirlər, buradan bu səsli danışır, oradan da çatda yazırlar da izləyicilər. Lazım olsa gələr böyrümdə oturar da, istəmir, oturmur. Kimə nə sübut eləməliyəm, o da bax necəsə, çox sağ ol. Yəni bu platforma belədir. Ona görə mən bəzən elə insanlara baş qoşmuram. Moderatordur, Allah da onların canını sağ eləsin. Premo yatırırlar bloka. Nə həmin adam məni görmür, nə də mən əsəbləşmirəm. O da retki hallarda olur mənim canlımda. Yenə deyirəm, mənim öz kütləm var, öz izləyicilərim var. Onlar da ki, hər gün mənim canlımda olurlar. Fərqanə xanım, dediniz ki, çox güclü yayıncı olmuşsunuz da əvvəl. Bəli. O hansı vasitələrlə elə güclü yayıncı olmuşsunuz? Məsələn, nələr, hansı belə şeylər olub ki, yəni siz çox diqqəti cəlb edən, dəstəkçilər tərəfindən diqqəti cəlb edən məsələn yayınız olur ki, yəni güclü yayıncı. Siz onu, bax mən belə deyim də, mən özüm haqqında belə deməyim, özümü tərifləmiş kimi olmasın. Yox, argumentləri göstərin, maraqlı fikir olsun. Baxın, sizin canlınıza dəstəkçilər gəlir, qoşulur. Onlar gəlirsə... Mən dəstək görürəm, prosta fikirlərini alıram onların. Yox, yəni də o dəstək olur demirəm. Yəni misafirinizə qoşulurlar, düzdür. Onların demək olar ki, 90%-i məni tanıyır. Burada Fred də var, məsələn, dostunuza olur. Ona sual verərsiniz, onlar sizə cavab verərlər mənim haqqımda. Yox, yazırlar, yəni hamısı yazı yaşayır. Mən dedim ki, özünüz burada nə var ki, özünüz də deyirsiniz. Yəni, baxın, nə kimi şeylər oldu ki, sizə... Yəni, mən sizə belə deyim, mən atasız böyümüşəm. Özüm öz ayağımın üstündə duran xanım olmuşam. Elə bir çətinliklərlə böyümüşəm ki, o yoxsulluğun ən pikini yaşamışam. Körpəliyimdə, uşaqlığımda, məktəb illərimdə o, necə deyim, kasıbın salamını almamağı bilirsiniz də nə olan şeydir. Yəni, eşitmişsiniz elə bir şeyləri, bilmirəm, indi sizin necə olub yaşayışınız. Mən indi sual verdiniz deyənə bir damcı qısaca danışacağım. O zərbələrlə, o travmalarla böyüdüyümə görə mənim bu platformada, gəlişimdə, bu platformada olmağımda mənim bir məqsədim olub.
Və mənim burada ətrafım, dostlarım çox olub. Onların demək olar ki, çoxsu burada dəstəkçi olub. O insanlar hər zaman mənə dəstək olublar və biliblər. Biliblər ki, mən o dəstəkləri hara verirəm, hara xərcləyirəm və ona görə mənə həmişə dəstək olublar. Çox dərinliyinə getməyəcəm. Burada qazilərimizin 60-70% məni tanıyır. Şəhid ailələrin demək olar ki, 50% məni tanıyır. Yox, şimdi qaziləri qardaş, qaziləri, məsələn, mən eşitdiyimə görə əvvəl qaziləri bir həftənin birincisi edilmişlər hətta. Günün birincisi nə var, həftənin. İndi qazilərə nə heç kömək edən var, qaziləri bu platformada mən bir dənə onu bilirəm, elə öz gördüklərindən. Nə bilim, vaxtilə həqiqətən də orasını burasını düzəltdirib, indi hamısı həftənin birinci olmalı güclü yayımçılar. Məsələn, həqiqətən intellektual biliyə malik olan yayımçıları, məsələn, heç düşmür, o 99'luğa düşmür, 100'ye düşmür. Mən məsələn, mən oradan önce burada dəstəkçiləri səsləndirəm ki, heç olmasa bir yüzdə bir normal yayıncı olan da bir qaldır, heç olmasa bir 30'lar qaldır. O nə ki, o millətə heç bir maariflənməsində rolu oynamayız. Özünün həyatına bir güclü bir töhfə verə bilməyən insan, təbii ki, durub indi başqasının da həyatına bir töhfə. Heç olmasa güclü, normal savadlı yayıncılar var, yaxşı o yayıncılar, girirsən o yayından nəsə bir öyrənirsən. Heç olmasa onları bir 30'lar qaldırın ki, bu cəmat heç olmasa bir yazıqdır. O gic adamların səhifəsinə, o dodaq boyasına və ya o yarısılpaq vəziyyətdə oturan o baxınca heç olmasa bir baxsına normal yayıncılar nəsə bir öyrənsinlər. Sabah bir haqqını, bir hüququnu müdafiə edirsin. Baxın Orxan bəy, mən burada bir haqqımı da müdafiə eləmək zorundayam və mənim haqqımdır və mən sizin çatından bir şeylər mənə skrin elədilər, dayanmadan orada yazır və buradan sizin moderatorlarınıza səslənirəm ki, çata baxmaq lazımdır, çünki artıq rəsmi insanların haqqını bilmək lazım deyil. Bu bir. Mənim bu platformada çox yayıncılardan fərqim olub ki, mənim canlımda, mənim yayınımda əks tərəf haqqında artıq əski yaza bilməzlər. Yazıldığı halda həmin dəqiqə, həmin insana atırlar bloka, səssizə. Bu bir. İkincisi, orada biri yazıb ki, ailədən qabaq Yunislə gəzirdi, sonra özünə yalandan nişan elədi, ağzımı açmadı. Optik kosmetik linzalar. Sözüm sənədir. Bilmirəm, xanımsan, bəysən, mən 2 canlıyam, buradan sənə deyirəm. Və mənim ahım çox pisdir. Sən mənim haqqıma girdiyinə görə Allahdan sənə, sənin qəlbivə görə həyat arzulayıram. Üçün nədirsə, qəlbin nədirsə, düşüncələrin nədirsə, onu elə yaşayasan. Amma mən sənə deyim ki, sənin için fəsaddır, sən heç vaxt gözəl həyat yaşamayacaqsan. Mən Yunisin üzünü heç belə nəyincə burada, heç real həyatda heç harda görməmişəm. Sən mənim haqqıma girdiyinə görə, bax, mən səni buradan qarğış eləmirəm, sənin qəlbivə görə həyat arzulayıram. Sənin qəlbivə görə sənə həyat arzulayıram. Orxan bəy, sizə xoş yayımlar. Özümü yenə deyirəm, baxın, canlınızda da yazırlar ki, bu özünü tərifləyir falan. Ona görə mən sizə dedim ki, ora dəstəkçilər gələndə, bir tanıdıqlarınız gələndə, bir kimsə gələndə sual verərsiniz, onlar mənim haqqımda sizə danışarlar. Bəli. Özünüzə yaxşı baxın, xoş yayımlar sizə. Allah sizləri xoşbəxt eləsin. Haqqıma girənlərin də, haqqımda artıq əski danışanların da, mən sizi tanımıram, siz məni realdan tanımırsınız. Onda belə çıxır ki, o yazanlar, o xanımların hər biri, mənim haqqıma girən xanımların hər biri mənlə bir yerdə eyni yolu çıxmışıq. Yaxşı bilirlər, tanıyırlar. Özünüzə yaxşı baxın Orxan bəy, sağ olun. Onun nə vaxt yazıb sayı dostlar, mən baxa bilməmişim. Ayıbdır da olmaz axı.